Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 5-ci sinif şagirdləri üçün KSQ 4-ün A variantı suallarının izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. İşıq və kölgə. Bir zamanlar uzaq bir diyarda bir gənc var idi. Adı İbrahim idi. O həmişə xoşbəxtlik və mükəmməllik axtarır, amma hər şeydən tez bezirdi. Həyat ona maraqsız və mənasız görünürdü. Günlərin birində İbrahim kəndin müdriki olan Tahir kişinin yanına gedib dedi: "Ustad, mən niyə həyatda xoşbəxt ola bilmirəm? Nə etsəm də həmişə narahat və narazıyam. Mənə doğru yol göstər." Tahir kişi bir qədər düşündü və gənci kəndin yaxınlığındakı böyük bir mağaraya apardı. Mağaranın içi qaranlıq idi. Lakin ustad əlində bir şam tuturdu. Şamın zəif işığı ilə mağaranın içindəki müxtəlif əşyalar görünürdü. Ustad dedi: "Bu şam sənə həyatın iki üzünü öyrədəcək. Bax, işıq olduğu yerdə həmişə kölgədə olur. İşıq həyatdakı gözəlliklər, kölgə isə çətinliklər və problemlərdir. İndi isə bunu unutma. İnsan həmişə işığa baxmağı öyrənməlidir, kölgəyə deyil." İbrahim düşündü və soruşdu: "Amma ustad, bəs kölgədən necə qaçım? Kölgə həmişə var." Tahir kişi gülümsədi və dedi: "Kölgədən qaçmağa ehtiyac yoxdur. Sadəcə onunla mübarizə etmə. Kölgə sənə həyatın bir hissəsi olduğunu xatırladır. Əsas odur ki, işığa yönələsən. Yoxsa kölgəyə qapılsan qarşındakı işığı görməzsən." O gündən sonra İbrahim həyatında işığı axtarmağa başladı. O, gözəl şeylərə daha çox diqqət yetirir, problemləri isə öyrədici bir təcrübə kimi qəbul edirdi. Vaxt keçdikcə o həyatın nə qədər zəngin və mənalı olduğunu anladı. Artıq hər gün yeni bir dərs və yeni bir fürsət kimi görünürdü. İllər sonra İbrahim özü də bir müdrikə çevrildi. Bir gün şagirdlərindən biri ona həyatın mənasını soruşdu. İbrahim Tahir kişinin sözlərini xatırladı və cavab verdi: "Həyat işıq və kölgədən ibarətdir. Bizim vəzifəmiz işığı tapmaq və kölgəni qəbul etməkdir. Həyatda xoşbəxtlik çətinliklərin yoxluğunda deyil, onların öhdəsindən gəlmə bacarığında gizlidir." Birinci sual: İbrahim nə üçün Tahir kişinin yanına gedir? Onunla bikar olduğuna görə söhbət etmək üçün xeyr, xoşbəxtlik axtarışı ilə bağlı yardım almaq üçün bəli, bu doğrudur. Öz iş planlarını bölüşmək üçün yanlışdır. Tahir kişinin mağarasını ziyarət etmək üçün yanlışdır. Kənd əhvalatlarını dinləmək üçün yanlışdır. Cavab olacaq B variantı. Tahir kişi İbrahimə nə göstərmək üçün onu mağaraya aparır? Mağaranın gözəlliyini yanlışdır. Kəndin tarixini yanlışdır. Həyatdakı işıq və kölgə arasındakı əlaqəni bu doğrudur. Həyatın sirlərini gizlədən xəzinəni yanlışdır. Qaranlıqdan necə qaçmaq lazım olduğunu yanlışdır. Cavab olacaq C variantı. Tahir kişinin sözlərinə görə kölgə nəyi təmsil edir? Həyatdakı gözəllikləri, xeyr. Problemləri və çətinlikləri, bəli, bu doğrudur. Həyatdakı sükunəti, xeyr. Hər şeyin sonunu, yanlışdır. İnsanların qorxularını, bu da yanlışdır. Cavab olacaq B variantı. Davam edirik 4-cü sualdan. Tahir kişinin dediyinə görə insan nə etməlidir? Kölgədən qaçmağa çalışmalıdır, xeyr. Hər zaman kölgə ilə mübarizə aparmalıdır. Bu da xeyr. Kölgəni məhv etməlidir, yanlışdır. Kölgəni işığa çevirməyə çalışmalıdır. Bu da yanlışdır. İşığa yönəlməlidir və kölgəni qəbul etməlidir. Bu doğrudur. Tahir kişi demişdi ki, kölgə ilə mübarizə aparma, sadəcə onun varlığını qəbul et, amma özün işığa yönəl. Ona görə cavab Y variantıdır. İbrahim Tahir kişinin öyrətdiklərini necə həyata keçirir? Həyatının mənasız olduğunu düşünərək təslim olur, xeyr. İşığı axtarmağa və çətinliklərdən öyrənməyə başlayır. İşığı axtarmağa. Bu təbii ki, doğru cavabdır. Başqalarını tənqid edərək özünə inam qazanır, yanlışdır. Bütün problemlərdən uzaqlaşır və tək yaşamağa başlayır, yanlışdır. Sadəcə kölgələri müşahidə edir və həyatın işığına əhəmiyyət vermir, bu da yanlışdır. Cavab olacaq B variantı. Hekayənin əsas mesajı nədir? 6-cı sual. Çətinliklərdən qaçmaq insanı zəiflədir, xeyr. Həyatdakı gözəllikləri həyatında yalnız işığa saxlamaqla tapmaq olar, xeyr. Həyatda həm işığı, həm də kölgəni qəbul etmək lazımdır. Bəli, mətnin əsas çatdırmaq istədiyi fikir budur ki, həm işıq olacaq həyatında, həm kölgə olacaq, onları qəbul eləməyi bacarmaq lazımdır. Kölgədən qaçmaq insanın əsas məqsəddir, bu yanlış fikirdir. Xoşbəxtlik yalnız işıqda gizlidir, bu da yanlışdır. Cavab olacaq C variantı. İbrahim Tahir kişinin dediyi kölgədən qaçmağa ehtiyac yoxdur sözlərini necə anlamalıdır? Problemləri görməzdən gəlməli və yalnız xoşbəxtliyə fokuslanmalıdır, yanlışdır. Kölgəni tamamilə yox etməyə çalışmalıdır, yanlışdır. Çətinliklərdən həmişə qaçmalı və rahatlıq axtarmalıdır, yanlışdır.
Kölgəni və çətinlikləri həyatın ayrılmaz hissəsi kimi qəbul etməlidir. Bəli, bu doğrudur. O qəbul etməli ki, kölgə, yəni problem, çətinlik var və onunla yaşamağı, işığa doğru baxaraq onunla yaşamağı bacarmaq lazımdır. D bəndi doğrudur. Həyatın yalnız gözəl tərəflərdən ibarət olmalıdır. Bu da yanlışdır. Cavab D variantı. Yanlış fikri seçin. Alınma sözlərin əksəriyyəti ahəng qanuna tabe olmur. Doğrudur. Əsl Azərbaycan sözlərinin əksəriyyətində ahəng qanunu gözlənilir. Doğrudur. Lüğət tərkibi yalnız düzəltmə və mürəkkəb sözlər hesabına zənginləşmir, çünki sadə sözlər də var. Doğrudur. Azərbaycan dilində yalnız ərəb və fars dilindən alınma sözlər var. Yanlışdır, çünki Avropa mənşəli alınma sözlərimiz də var. Azərbaycan dilində yalnız ərəb və fars dilindən alınma sözlər var. D və Y variantları ikisi də eyni şərtdir. Ona görə ikisi də yanlışdır. D, Y doğru cavabdır. Antonimlərə aiddir. Yazılışı eyni, deyilişi müxtəlif olan sözlərdir. Yanlışdır. Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və yaxın mənaları bildirən sözlərdir. Yanlışdır. Mənaca bir-birinin əksi olan sözlərdir. Doğrudur. Yazılışı eyni, mənaları müxtəlif olan sözlərdir. Yanlışdır. Eyni kökdən yaranıb əks məna bildirən sözlərdir. Ümumiyyətlə, antonimlər bir-biri ilə əks mənalı sözlərdir. Eyni kökdən yarana bilməz. Ona görə yanlışdır Y bəndi. Cavab C olacaq. Cümlələrdən birində antonim sözlər işlənmişdir. Zalım öyünməsin zülmləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə. Böhtan, şər burada sinonimdir, antonim yoxdur. O, gözəl, girdə sifət, gənc bir qız idi. Burada antonim yoxdur. Onun məhəbbəti də, nifrəti də aşkardır. Məhəbbət, nifrət antonimdir. Ayazlı, şaxtalı bir qış gecəsi idi. Ayazlı, şaxtalı bu sinonimdir. Hanı əvvəlki əqidə, məsləyi, əqidə, məslək sinonimdir. Cavab C variantı. 11. Hansında eyni əşyanı bildirən sinonimlər verilmişdir? Əşya nə deməkdir? İsim deməkdir. Mən isim axtarıram. Dünya, cahan, aləm. Üçü də isimdir. Deməli cavab A-dır. İri, böyük, yekə. 3 dənə sifət var. Qulaq asmaq, dinləmək. Burada ümumiyyətlə qulaq asmaq frazeoloji birləşmədir. Dinləmək isə deyil. Bunlar sinonim götürülə bilməz. Göz qoymaq, fikir vermək. Bu feildir, yenə frazeoloji birləşmədir. Yola düşmək, getmək. Yenə yola düşmək, getməyin sinonimi ola bilməz, çünki biri frazeoloji birləşmədir, biri deyil. Həmçinin bizdən əşya, isim istədiyinə görə doğru cavabımız burada olacaq A variantı. Uyğunluğu müəyyən edin. Hecalarından biri yalnız saitdən ibarət olsa da söz sətirdən sətirə keçirilə bilər. Söz sətirdən sətirə keçirilə bilməz. Dairə sözünün hecaları dairə. Tək heca burada olsa da sətirdən sətirə keçirilə bilər. Məsələn, biz bunu dairə də yaza bilərik, dairə də yaza bilərik. İki cürdə düşünülə bilər. Yəni, tək saitdən ibarət olsa da sətirdən sətirə keçirilə bilər. Biri aiddir A. Rıza sözü sətirdən sətirə keçirilə bilməz. 2 aiddir B. Qəti sözü qəti formasında sətirdən sətirə keçirilə bilər. Və tək saitdən ibarət də heca yoxdur burada. Heç birinə aid deyil. Səbir sözü də eyni onun kimi sətirdən sətirə rahat keçirilə bilir və tək saitdən ibarət heca da yoxdur. Y də heç birinə aid deyil. Deməli, burada olacaq. C-ni saxladıq. İti sözü qaldı. İti şəklində hecalara bölünür. Bu da sətirdən sətirə keçirilə bilməz. Deməli, C də aiddir 2-yə. 1A, 2BC olacaq. Cavab B variantı. Yanlış fikri seçin. Sətirdən sətirə keçirilə bilməz. Alim. Düzdür. Tək sait qaldığı zaman sətirdən sətirə keçirilə bilməz. Hecalara düzgün ayrılıb, qızıl, baş. Bəli, düzgün ayrılıb. Sətirdən sətirə keçirilə bilər, şüab. Baxın, tək sait sətirdən sətirə keçirilə bilməz. Hecalara düzgün ayrılmayıb, yeraltı. Bəli, bu ayrılmayıb. Necə ayrılmalıydı? Yer bir sözdür, alt digər sözdür. Yer, altı bu formada olmalıydı. 16-cıda 16-cı olmalıydı. 10-la 6 sözü ayrı hecalara bölünməliydi. Doğru fikirdir. Düzgün ayrılmayıb. Hecalara düzgün ayrılmayıb. Ayaqqabı. Bu da düzgün ayrılmayıb. Çünki ayaqqabı olmalıdır. Yəni A və Y ayrı hecalarda olmalıydı. Doğru fikirdir. Səhv oldu burada C variantı. 14. Kitabxanadakılarındır sözündəki şəkilçilərə görə uyğunluğu müəyyən edin. Deməli, sözün kökü olacaq burada kitab, kitabdan kitabxana, ondan kitabxanadakı yaranır, larındır. 3 dənə də qrammatik var. 1 variantlı, 2 variantlı, 4 variantlı şəkilçilər. Deməli, burada xana şəkilçisi 1 variantlı şəkilçidir. Ona görə xananı, yəni A-nı yazırıq 1-ə.
Daçı, dəki şəkilçisi bu iki variantlı şəkilçidir. Nümunənin tərkibində daçını bizə verməyiblər. Sonra lar şəkilçisi, lar, lər şəkilçisi. İki variantlı şəkilçidir. Bu larləri yazırıq, yəni B-ni yazırıq 2-yə. Sonra ın, in, un, ün. Bu 4 variantlı şəkilçidir. In şəkilçisini D-ni yazırıq 3-ə. Dır, dir, durdur. Bu da 4 variantlı şəkilçidir. Bunu da yazırıq. Deməli yeni 3-ə. Casıma şəkilçisi yoxdur. Bu yəqin ki səhv düşüb. Bunun yerinə daçı olmalıdır. Daçı, dəki şəkilçisi. Sözdə daçı, dəki var. Bu da 2 variantlı şəkilçidir. Deməli daçını da biz yazacağıq 2 variantlının yerinə 2BC. Deməli 1A, 2BC, 3DY bu formada olmalıdır doğru cavablar. 15-ci sual. Amonimlərlə çoxmənalı sözlərin izahlı lüğətdə verilmə fərqini nümunə ilə qeyd eləyin. Amonimlərdə necə olur? Baxın, məsələn, bal sözünü yazır, onun amonimliyini yazında bir qoyur, yazır ki, arıların çiçək və meyvə şirəsindən hasil etdikləri qatı şirin maddə. Mən qısa yazıram. Qatı şirin maddə. Bu birinci variantıdır. Bir də altından 2 qoyur və yazır ki, nəticə, bal, nəticə bu məqamda işlənə bilər. Bu amonim tayların izahıdır. Çoxmənalı sözlərdə nə baş verir? Məsələn, ayaq sözünü yazır. Deyir ki, tutaq ki, insanın bədən orqanıdır, yazaq insanın orqanı və məcazi mənası varsa, altda yazır. Ayaq sözü məcazi mənada. Məcazi mənada nə deməkdir? Məsələn, stolun ayağı və ya kəndin ayağı. Bu formada məcazi mənada ifadəsi qoyulur və ona aid nümunələri göstərilir. Və bu videomuzun da sonuna gəldik. Kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan davam olaraq faydalana bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.